Salam bu videonu izleyen bütün izleyiciler. Bu günler ilk moto. Demek adın Moto. Motosiklet diye. Ya moto mu diye bilmirəm. İlk növbədə deyim ki Allah hamını arzusuna çatdırsın. Həqiqətən bu istəyi, arzusunu yerinə yetirməyi nəsib etsin inşallah. Uşaqlıqdan arzum olub bir çoxları kimi ki moto olsun, motosiklet olsun. Bəlli bir zamandan sonra dedim yox, bu arzunu bacardığım qədər gerçəkləşdirmək lazımdır. Çox araşdırmalar elədim və sonunda öz pandamı tapdım. Bir söz var, deyirlər, sən motonu yox, moto səni seçir. Həqiqətən də eləymiş. Bu arada Motostar mağazasıdır. Görə hədiyyə verəcəkmi bizə? Ya bir değişiklik olsun, bıktık ya, bıktık. Nəhayət gəldik, çatdıq. Motostar. Zonsen Battle 3 150 cc. Deyirəm mənim pandam hanı? Deyirəm mənim pandam buradadır. Fıtı. Salam aleyküm qardaş, salam aleyküm. 8 həmə olar da. Budur mənimki yoxsa? Budur. Burada. Panda burada. Bu Zonsen'in digər modelləridir. 250, 200 var. Bu da qəşəngdir. O 150'nin məndəki modelin qırmızı rəngidir. Bu məndəki modeldir. Çox qəşəngdir. Rəngi superdir. Burada Sky modelləri var, Sweden var. Prince 125 var, bu da qəşəngdir. Klasik model. Amma ən qəşəngləri Zonsenlər təbii ki. MX200, MX Sardinet super bir şeydir. Bu da qəşəngdir. Klasik tərzdə. Hamısı Motostarda. Böyle bir şey. İnşallah detallı hamısını göstərəcəm sonra. İndi evakuator gözləyik gəlsin, aparaq nömrə alaq. Danış inşallah evə. One eternity later. Yüklədik, indi evakuatora aparıq nömrə almaq üçün. Nömrəmizi də alaq sonra evə inşallah. Nətər oldusa risk oldu, xəbərim olmadı. Oy, dörd çanam çıxmıyor. Nədir, yaxşı görə bu üz gözün görünə kimə salmışsan, hə? Gör, sənə lazım idi o. Ayda indi bir dəfə idmana gəl, onda da bax belə. Ağzına təpiyin altına döysünlər. Tərəfi belə bil yoxdur bu tərəf. Get üzünə buzdan zaddan qoy, hə? Nömrəmizi də aldıq. İndi gedirik evə tərəf inşallah. Ətraflı sonraki videoda. 3000 years later. Və nəhayət Battle 3 evdədir, həyətdədir. Düz üstündən artıq 5 gün keçib aldığım gündən. O da nəyə görə indiyə kimi qaldı məsələ. Çünki bəzi detallarını öyrənmək üçün və bəzi şeyləri bilmək üçün və onun verdiyi hissiyatı demək üçün yəni biraz vaxt tələb olundu. İlk növbədə görünüş olaraq çox superdir görünüş. Görünüş həddindən artıq çox superdir. Realda vapşı qəşəngdir. Yəni ümumi çox gözəl görünüşü var. Bəlkə də videoda, şəkildə o qədər zəhimli görsənməsə də realda çox zəhimli görsənir. 150 cc-dir. Hələ ki servisdən deyiblər ki 300 kilometre kimi aborotu 3-4-dən yuxarı qalxmasın, sürət 40-dan yuxarı qalxmasın ki, heç mən hələ 40-dan yuxarı sürməmişəm. Yəni ilk motom olduğuna görə 40-dan yuxarı qalxanda artıq əlim ayağım əsir. Düzdür, ona öyrəşmişəm, amma ona hələ öyrəşməmişəm. Deməli bu ayaqda görürsünüz bu qırmızı, bunu Temu'dan almışam. Bu gəlinə kimi Temu'dan bir çox şey almışdım. Belə bir şeydi, amma nəsə buna uyğun gəlmədi, görürsünüz aralı qalır. Burada bildiyiniz standart bir şeylərdir. Bunları heç göstərməyə ehtiyac yoxdur. Bu plastikdir, bu bakdır, 15-4'dür. Bu arada burada məsəl üçün mən telefon tutacağı falan almışdım. O da uyğun gəlmədi. Bura üçün dəmir sifariş elədim Temu'dan. İndi bura qoyacağım, görəcəksiniz. Dəmir gəlindən sonra başqa bir telefon tutacağım. Bunu kaska üçün almışdım. O da kaskada çox ağırlıq elədiyi üçün ona görə bunu bir tərif elədim. Vurdum, qoydum bura telefonu. Mışı. Hər də motosürənin bir dənə pişiyi olur, bir də başqa bir pişiyi olur, benim də sol. Bu arada faranın içində qoy mən göstərim sizə. Buradan açırsınız. Burada hər şeyi göstərir də, sürətli, işıqlardır. İndi 26 kilometr sürmüşəm. Görürsünüz led işıqlar var. Burada led işıqlar var. Keçək arxa tərəfə. Arkada belə led işıqlardır.
Nömrə bağlamaq yeri, nömrə işığı. Mən bu nömrə işığını istəyirəm ağ eləyəm. Doğru tıkra yenə leddir. Gəldi əsas məsələyə. İçində bildiyimiz normal sarı lampadır. Mən bunun göy rəngini aldım, amma bunu açmağı bilmədim necəsisə. Yəni servisə gedəndə. Amma göy rəng içində onda çox qəşəng atrajeniya verir. Heyf ki, bundan 200-lərdə, 250 modellərində Battle 5-də orada led var. Bunda çox sadədir. Görüntü o qədər də xoş deyil. Düzünə qalsaq ən xoşuma gəlməyən cəhətlərdən biri budur. Deməli mən servisdə bunu soruşdum. Servisdə dedilər ki, USB yoxdur bunda. Amma mən bunu tapdım USB sarda. Yok amına. Belə göstərim. Baba görürsüz. Belə göstərim. Bax. Bu düzdür, çox axmaq yerdədir. Açıb bağlamaq da züründür. Amma ən azından var da, yəni buna ehtiyac yoxdur. Yox, burada USB kabelin yeri var. Yəni telefon, kamera falan zayatıqa qoya bilərsiniz. Mən açığı o istəyirdim alım ayrıca qoyurlar ya, ondan USB üçün burulun üstünə bağlanan. Dedilər ki, garantiyadan silinir deyə, ona görə garantiyadan çıxandan sonra bunu görəndən sonra həqiqətən çox sevindim. Ən əsas vacib şeylərdən. Yəni 21-ci əsrdə USB-siz nəsə maşınınızı biraz təsəvvür eləmək çətin məsələdir. Deməli səs boğucusu çox qəşəng görsənir, görüntü olaraq çox qəşəngdir. Güya belə karbon şeyində teksturalar falan var. Bagaj yoxdur. Bunlarda ümumiyyətlə bagaj deyilən şey yoxdur. Yəni açdın, heç nədə, yəni sənət, mənət, zat qoymağa heç nə yoxdur. Amma burada belə bir şey çıxdı, bax. İçindən deməli çıxanları göstərim mən sizə. 14-ün 12-yə açar. İki tərəfli iki başlı vurğac, atverka. 10-un 8-ə açar. Belə bir başlıqdır. Şestqranlik açar. Bir də bundan çıxır. Yəni ki, məncə bunun burada olmağı çox əla şeydir. Bagajımız olmasa da açar dəstimiz var. Mən bunu bir dənə yerinə tuturum, növbəti məsələləri deyəcəm sizə. Bu arada YouTube kanalı, eyni adlısı, Instagramı, TikToku var. Onu da izləyə bilərsiniz. Kanalıma da dəstək ola bilərsiniz, follow ata bilərsiniz. Bu da bizə dəstək kimi olar. Aha, deməli bağladıq yerinə. İndi keçək növbəti səsinə bir dənə qulaq asaq. Yəni həmən işə düşür. Ola bilsin bəlkə təzə ona görə, bilmirəm. Səsi də belə bir səsi var. Yəni səsinə söz yox, səsi çox qəşəngdir. Qazlayım onu. Ha belə, nə deyim, Motostardan əldə edə bilərsiniz. Orada bunun qara rəngi var idi, qırmızı rəngi var idi, mavi rəngi var idi. Mavi rəngi də qəşəng görsən, amma mən bu rəngə vurulmuşdum deyə ancaq bu rəngi aldım. Söndürüm, səsim rahat gəlsin. Bu arada dostlar, bütün motor kullanıcılar deyim, motosiklet sürənlərə deyirəm. Kaskasız, əlcəksiz, diz qoruyucusuz sürməyin. Həqiqətən deyirəm. Yəni diqqət eləmək lazımdır. Mütləq kaskınız olsun. Nə də olmasa kaskınız olsun. Çünki digər tərəflərlə qurtulmaq olar, ancaq kasksız baş harası dəyilsə ondan qurtulmaq olmaz. İnşallah vlog da çəkmişəm. Onu da inşallah YouTube-a yerləşdirəcəm. İzləsəniz, həvəs yaransa bütün bunları edəcəm və məlumatlarını verəcəm. Bu arada bu modellər mütləq şəkildə sürücülük vəsiqəsi tələb edir. A kateqoriyası nömrəsi də var. Nömrəsi də elə 130-dur. Yəni bildiyiniz normal nəqliyyat vasitəsidir. Bildiyiniz avtomobildir. Ay kral, siz nə fikirləşsiniz bu barədə? Siz nə fikirləşsiniz bu barədə? Balaşlar var, balaşlar. Kral. Şirin. Ay Şirin, sizinlə balaşlar gəlir. Hələlik bu qədər. İnşallah görüşmək ümidi ilə. Hələlik, özünüzə yaxşı baxın.